Bu gün mamamgildən salamlayıram. Çox gözəl günlərimiz keçir. Səhər yerimizdən durunca, uşaqlar durunca belə deyim. Dedik həyətdə süfrə açaq, Allah verəndən bir loxma biz də səhər süfrəsi arxasında əyləşək. Allah bütün valideynlərə can sağlığı versin, mənim də valideynlərim onların içində. Mən heç vaxt bu qədər qalmamışdım mamamgildə. Bu illərim artıq bu 3 gündür, 2-3 gündür ki mamamgildəyəm. İnşallah sabah evimizə gedəcəm. Bu mamamgilin həyətidir. Həqiqətən də açıq səma, həm həyətləri gözəldir. Həm də belə açıq səmada dedi, uşaqlar dedi ki, çörək yemək istəyirik. Çörəyimizi yedik. Biz anamın otağının birini indi çəkiliş eləmişəm. Bir otağı belə deyim, iskelet kimi eləmişdik. Otağı səliqəyə saldıq. Hazır yeməyimiz var idi deyənə mamam öncədən yeməyi hazırlayıb qoymuşdu. Qəşəng uşaqlar həyətdə oynadı. Biz də evi, eşiyi dedim yığışdıraq. Mamamla eyni rayonda yaşasam da, ancaq tez-tez gələ bilməsəm də, məktəb vaxtlarında gələ bilmirəm uşaqların məktəbinlə əlaqəli olaraq. Amma belə tətil günlərində istəyirəm ki, gəlib 1-2 gün dincəlim. Bax budur, mamam bu otağa əlinə keçən qablama, qazan, boşqab, istəkanəm, işlətmədiklərini belə deyim, yığıbdı. Mən də buranı beləcə səliqəyə saldım. Kimsə qonaq gələndə yatmaq üçün, qalmaq üçün yəni. Yatağı üçün beləcə səliqəyə saldım. Bu otağı qəşəng ürəyimə yatdı özümün də. Bizim evdə bütün belə deyim, bütün işlər mənim üzərimdədir. Hər bir iş, yemək bişirmək, yeməyidir, mürəbbəsidir, kompotu, tutması, yay sezonuna uyğun belə deyim. Biş-düşlər, ümumiyyətcə ev eşi, hər bir iş, həyət, toyuq, cücə, hər bir şey mən edirəm. Ancaq burada köməkli edirik. Mamamla birini mamam edəndə birini mən edirəm. Mən ev eşiyi, otaqları yığışdıranda mamam yemək bişirir, hazırlayırdı. Və yaxud da ki, dünənlərim mən bunu dünən çəkilmiş videodur. Yəni mən bu gün səsləndirirəm. Dünənlərim mamam məsəl üçün yemək elədi, mən kompotları hazırladım. Yəni belə olanda daha həqiqətən də maraqlı olur. Söhbət edə hərə bir işi görür, həm iş tez qutarır. Sonra da düşdük həyətə, ağacları dedik belə əhəhləyək, əməlli başda iməclik eləmişik. Uşaqlar dedi, biz də elək, yəni sizə köməklik edək. Ona görə mən uşaqların əlindən heç nəyi alan deyiləm, yox eləmə, o olmaz, bu olmaz, eləmirəm. Deyirəm, qoy biraz onlar həvəslidirlər, biraz onlar eləsin. Bir-iki ağac elədilər, düzdür, daha özüm köməklik, yəni mənim dəstəyimlə elədilər. Daha sonra özüm elədim, mamam da elədi, mən də elədim, biraz o elədi, biraz mən. Buraları niyə çəkmişəm bilmirəm. Belə əhəhlədik ağaçları da, çox gözəl həqiqətən də görüntüsü oldu. Üzü axşama doğru idi, burada da axşam yeməyi yeyirik. Uşaqlar yenə də dedi ki, həyətdə yeyəyim. Burada hava açıq görünür, ancaq biz axşam yeməyini, daha doğrusu mamamgil 7, uzağı 8-dən o tərəfə qalmır, yəni 8-ə kimi axşam yeməyini yeyirlər. Mamam da borş eləmişdi, həqiqətən də çox dadlı, ləzzətli bir borş idi. Həmişə mən ana yəni biz nənəmizə ana demişik, anamın borşunu çox bəyənirdim, Allah rəhmət eləsin, rəhmətə gedib. Həqiqətən də sanki bir istalovada pişibdi, yəni elə deyim, o çox dadlı pişirirdi. Ondan sonra elə dadlı özüm də bişirsəm xoşum gəlmirdi, o dərəcədə dadlıdır. Ancaq burada mamam həqiqətən çox dadlı idi, dadlı bişirmişdi, ləzzətli idi. Özüm diyetadayam deyənə çörək yemirəm, bir də şirniyyatı. Çörəkdən şirniyyatı menyumdan çıxartmışam, çalışdığım qədər bir də altdan sonra heç nə yemirəm. Amma qalan yemək, salat, belə hər şey yeyirəm, sadəcə olaraq çörəksiz. Görək nə qədər çəki atacam. Mənə elə gəlir ki, bir aya yaxındır, artıq çəki atmışam. Sonra da cücələri hinə saldıq. Dedik daha bir dəfəmlik cücələri hinə salaq, çıxağın yuxarı. Allah canlarına sağlıq versin valideynlərimin. Həqiqətən də elə bir sadəcə olaraq beynim, ruhum dincəlir. Cücələri hinə saldıq. Daha sonra
Uşaqlar həyətdə oynayırdı. Onları çəkmişəm, səsli çəkmişəm, izləyərsiniz. Çox sağ olun izlədiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Var olun, izləməkdə davam edin. Kanalıma abunə olmamısınızsa abunə olun. Askerlerim, biz bu yüreğimizi kurban vermeye hazırız. Ve vatan uğrunda daima ne olursa olsun karşımıza hiçbir noksan ve hiç kim durabilmeyecek. Bizim kudretimiz karşısında herkes acizdir. Sultanımızın kudretiyle ve imparatorumuz karşısında herkes acizdir.